Autizm spektr pozuntusu və yaxud da ki, autistik spektr pozuntusu nədir? Psixiatriya elmi yaranan müddətdən etibarən autizm spektr pozuntusuna, yəni autistik spektr pozuntusuna müxtəlif adlarla diaqnozlar qoyulmağa başlamışdır. Əvvəllər əqli gerilik, əqli inkişaf ləngiməsi, psixi inkişaf ləngiməsi, intellektual ləngimə deyə adlandırılırdı. Daha sonralar isə uşaq şizofreniyası deyə adlandırıldı. Son illər isə autizm deyə adlandırılmışdır və alt qruplarına tipik, yəni klassik autizm, atipik autizm, Rett sindromu, Kanner sindromu, Asperger sindromu daxil edilmişdir. Son illər isə artıq 2012-ci ildən etibarən autizm ifadəsi terminologiyadan çıxarılmışdır və qeyd etdiyim alt qruplarında olan xəstəliklər birlikdə autistik spektr pozuntusu və yaxud da ki, autizm spektr pozuntusu deyə adlandırılmışdır. Sosial ünsiyyət, nitq, davranış pozuntuların ağırlıq dərəcəsindən, şiddətindən asılı olaraq yüngül, orta ağır, ağır dərəcələri qeyd edilmiş və təsnifatlandırılmışdır. Autizm spektr pozuntusunda spektr ifadəsi rəngarənglik, müxtəliflik anlamına gəlir. Yəni göy qurşağında olan rənglərin müxtəlifliyi kimi, palitrada olan rənglərin müxtəlifliyi kimi bu uşaqlarda xəstəliyin kliniki gedişatı zamanı müxtəliflik, rəngarənglik, fərqlilik, qeyri-adilik müşahidə edilir. Autizm spektr pozuntusu xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Doğrudur, fərqindəlik deyilir, lakin xəstəliklərin beynəlxalq təsnifatında və DSM üzrə diaqnoz olaraq təyin edilir. Diaqnozu həkim-psixiatr tərəfindən təyin edilir. Cəmiyyətimiz arasında psixiatriya adına qarşı stigmatizasiya, qınaq obyektinə çevrilmək, damğalanmaq qorxusu olduğu üçün autizmli uşaqların valideynləri psixiatrdan öncə pediatr və nevroloqa müraciət edərlər. Lakin autistik spektr pozuntusu nə nevroloji, nə də ki pediatrik bir xəstəlik deyildir. Sırf psixiatrik bir xəstəlikdir. Autizm spektr pozuntusu diaqnozu necə təyin edilir? Valideynlər övladlarını müayinəyə gətirən zaman bəzən biz onları dəhlizdə müayinə etmiş ola bilirik. Bu təkcə autizm spektr pozuntusu olan uşaqlarda deyil, eləcə də diqqət əksiklik və hiperaktiv pozuntu, eyni zamanda davranış pozuntusu olan uşaqlar müayinə otağına daxil olmaqda çətinlik çəkirlər. Bu zaman uşağın davranışına, hərəkətinə, ünsiyyətinə, kontaktına, sosial kontaktına, eyni zamanda çıxardığı səslərə diqqət yetiririk. Uşağı obyektiv olaraq müşahidə etmiş oluruq. Uşaqla birlikdə müraciət etmiş valideynlərin, yəni atanın, ananın, nənənin, babanın məlumatlarını dinləyirik. Onlardan sorğu keçiririk. Yəni uşaq haqqında məlumat alırıq. Biz buna tibbi termin olaraq anamnez deyirik. Anamnez toplamış oluruq. Bu zaman anadan, ananın hamiləliyinin necə keçdiyini, hamiləlik etapında hər hansısa bir infeksion, virus xəstəliyinə yoluxduğunu, travma alıb-almamasını, doğuşun necə keçməsi barədə məlumat alırıq. Və eyni zamanda anadan müayinəyə müraciət edənə qədər uşağın fiziki və zehni inkişafının necə baş verdiyini, ardıcıllığı barədə məlumat almış oluruq. Həmçinin bu zaman bizə təqdim olunmuş digər məlumatlar və video görüntüləri izləyirik. Bütün bunlara əsasən 30-40 dəqiqə ərzində müayinədən sonra, topladığımız məlumatlardan sonra uşağa diaqnoz təyin edilir. Autizm spektr pozuntusunun diaqnozu hər hansısa bir müayinələrlə EEG müayinəsi, baş beyin MRT müayinəsi, eşitmə müayinəsi, eyni zamanda laborator müayinələr, qanın, sidiyin analizləri, təhlilləri, metabolik testlər, hormonal testlər və digər eyni zamanda müayinələrlə təsdiqlənmir. Autizm spektr pozuntusu həkim-psixiatrın obyektiv müşahidəsindən sonra təyin edilən bir diaqnozdur. Qeyd etdiyim həmin müayinələr hər hansısa bir uşaqda oluna bilər, lakin bu diaqnozun təsdiqlənməsi üçün vacib olan bir müayinə üsulları deyildir. Bəzən valideynlər belə bir ifadələr işlədirlər ki, doktor, testlər vasitəsilə diaqnoz təyin edilirmi? Xeyr, testlər vasitəsilə diaqnoz təyin edilmir. Bu testlər yalnız psixopedaqoji təlimlərdən alınmış nəticəni qiymətləndirmək üçün və həmin nəticəyə əsasən onlarda hansısa bir irəliləyişin olub-olmamasını aşkarlamaq üçün edilən bir testlərdir.
Autizm spektr pozuntusunun diaqnozu 3 yaşında həkim psixiatr tərəfindən təyin edilir. Lakin əgər valideynin beyninə hər hansısa bir şübhələr gəlibsə, uşaqların zehni və fiziki inkişafını izləyərkən hər hansısa bir hərəkətlərindən, davranışından, baxışlarından şübhələniblərsə, bu zaman həkim psixiatra müraciət edə bilərlər və həkim psixiatr tərəfindən vaxtından əvvəl əgər bu şübhələri də nəzərə alaraq klinik əlamətlər müşahidə edilirsə, bu halda artıq 1 yaşında, 1 yaş yarımında psixopedaqoji təlimlərə başlanıla bilər. Erkən təlimə başlamaq autizm spektr pozuntusunun müalicəsində böyük rol oynayır. Autizm spektr pozuntusu tam sağalırmı? Ən çox valideynlərin verdiyi suallardan biri də budur. Təəssüf, autizm spektr pozuntusu tam sağalmır. Lakin kiçik yaşlardan başlamış psixopedaqoji təlimlər və məşğələlər bu uşaqlarda yaranmış olacaq anlama, qavrama, yadda saxlama, dərk etmə qabiliyyətinin artırılmasına, sosial ünsiyyətin artırılmasına, nitqinin, davranışının korreksiya olunmasına gətirib çıxarır və bu uşaqlarda stereotipik hərəkətlərin azalmasına gətirib çıxarır. Uşağın yaşı irəlilədikcə isə uşaqda yaranmış olan diqqət əksikliyi və hiperaktiv pozuntu, yuxu pozuntusu, aqressiyalar, impulsivlik, emosionallıq, davranış pozuntusunu korreksiya etmək məqsədi ilə həkim psixiatr tərəfindən dərman müalicəsinə başlanılır. Yəni farmakoterapiya tətbiq edilir. Adətən müayinəmizə müraciət edilən pasientlərdə bizə qədər nevroloq və pediatr tərəfindən müalicə olunmuş beyin qidalandırıcı dediyimiz nootrop dərman preparatlarından istifadə edilmişdir. Bu zaman nootrop dərman preparatları autizm xəstəliyinin müalicəsində əsaslı bir fərq yaratmaz. Autizm spektr pozuntusu uşaqlarda 3-6 yaş aralığında müalicəyə başlanılarsa, gələcəkdə daha yaxşı effekt əldə etmiş ola bilirik. Autizm spektr pozuntusunun yaranmasında risk faktorları hansılardır? Burada risk faktorları dedikdə təbii ki, ehtimallar nəzərdə tutulur. Birincisi, ananın və yaxud da ki, atanın 35 yaş və yaxud da 40 yaş üzərində olması. İkincisi bir faktor kimi genetik faktorlar. İlk növbədə qeyd edərdim ki, bir sıra psixiatrik xəstəliklərin yaranmasında genetik meyillik böyük rol oynayır. Əgər yaxın qohumlarda autizm uşaqlar varsa və yaxud da ki, ailədə digər uşaq autizmdirsə, doğulacaq uşağın autizm olma ehtimalı daha yüksəkdir. Digər üçüncü bir səbəb kimi ekologiya, çirkli mühitin olması, natəmiz mühitin olması bu xəstəliyin yaranmasına təkan verə bilər. Autizm spektr pozuntusunun klinik əlamətləri hansılardır? Gəlin ilk növbədə uşaq doğulduğu andan etibarən aylar və yaş irəlilədikcə uşaqda baş verəcək olan zehni və fiziki ardıcıllığa nəzər yetirək. İlk növbədə qeyd edərdim ki, autizm spektr pozuntusu doğumsal bir pozuntudur. Yəni bətndaxili inkişaf dövründən, ana bətnindən olduğu dövrdən yaranan bir pozuntudur. Autizm spektr pozuntusu sonradan yaranmaz və yaxud da ki, hər hansısa bir, bəzən valideynlər deyər, telefon, planşet və yaxud da kompüter buna sadəcə olaraq bu xəstəliyin yaranması üçün təkan verə bilər. Bu xəstəliyi yaratmaz. Üz quruluşuna nəzər yetirək. Autizm spektr pozuntusu olan uşaqlarda donuq baxış olur. Xüsusi, spesifik üz quruluşu olur. Lakin bu, xromosom xəstəliklərində olduğu kimi xüsusi üz quruluşunun olması demək deyil. Uşaqların üzündə olan donuqluq və bu donuqluğun fonunda yaranmış bir spesifik baxışların olmasıdır. Bu, sadəcə bu uşaqların davranışları, hərəkətləri, daxili emosionallığı fonunda üzünə sirayət etmiş bir ifadədir. Qığıldama prosesi. Biz bildiyimiz kimi, uşaq 3 ayından etibarən artıq qığıldamağa başlayır. Lakin autizm spektr pozuntusu olan uşaqlarda qığıldama prosesi aylığına uyğun olaraq baş vermir. Qığıldama prosesi ləngimiş olur və yaxud da ki, gecikmiş olur. Uşaq aylığına uyğun olaraq qığıldamır. Digəri kimi, uşağın fırlanan əşyalara reaksiyasına nəzər yetirək. Adətən uşaqlar əşyanın gedib gəlməsinə, əşyanın fırlanmasına gözləri ilə nəzər yetirərlər. Lakin autizm spektr pozuntusu olan uşaqlar əşyaların gedib gəlməsinə, fırlanmasına nəzər yetirə bilmirlər, onları izləyə bilmirlər. Digəri kimi göz kontaktına nəzər yetirək. Uşaq göz kontaktı qurmur. Bu o demək deyil ki, uşaq ümumiyyətlə göz kontaktı qura bilmir. Bəzən valideynlər deyir, doktor, axı çağırdım baxdı. Bu uşaqlar qısa müddətli, yetərsiz göz kontaktı qurur. Uzun uzadı, yetərli, təməlli, dayanıqlı,
davamlı, diqqətli göz kontaktı qura bilmir. Baxaraq gözünü qaçırdır. Yalnız özünün maraq dairəsi olduqda göz kontaktı qurur və yaxud da ki, özünün istəyi olduqda göz kontaktı qurmuş olur. Bəzən çağırdıqda baxır, bəzən isə baxmır. Bəzən isə bu uşaqlar uzun-uzadı bir nöqtəyə gözlərini zilləyib baxır. Sanki gözü yol çəkir, öz aləmlərində olur. Autistik sözü də buradan götürülmüşdür. Qapanma deməkdir. Uşaq adına qarşı reaksiya vermir. Bəzən valideynlər deyir: "Doktor, arada çağırıram, baxır axı. Bu autizmdirmi?" Yəni uşaq yalnız öz maraq dairəsində, öz istəkləri çərçivəsində çağırıldıqda adına qarşı reaksiya verə bilər. Bu isə yetərsizdir, davamlı xarakter daşımır. Bu uşaqlar öz-özünə dodaqaltı danışır, arada gülümsəyir. Bu etapda çağırdıqda reaksiya vermir. Emosional kütlük müşahidə olunur. Bu uşaqlarda bir soyuqluq, donuqluq vardır. Valideynləri, atası və anası evdən işə gedərkən və yaxud da ki, işdən evə qayıdarkən, nənəsi, babası gələrkən heç bir reaksiya vermir. Donub qalır. Bir kütlük müşahidə olunur. Bu uşaqlarda hər hansısa bir hadisəyə sevinmə hissiyatı və yaxud da ki, hər hansısa bir bədbəxt hadisə baş verdikdə ağlama hissiyatı, ağlama duyğusu yaranmır. Onlarda valideynlərinə qarşı darıxma hissiyatı olmur. Bu uşaqlarda təhlükəsizliyə qarşı bir tolerantlıq olur, yəni bir dözümlülük olur. Bu uşaqlar divanın başında, stolun başında gəzərək yıxılar. Yıxılarkən belə hər hansısa bir dərisinin yeri sıyrılar. Bu uşaqlar ağlamaz, ağrı hissiyatı yaranmaz, yenidən öz hərəkətlərinə davam etmiş olarlar. İntellektual məsələlərə toxunduqda isə bu uşaqların müəyyən qismində əqli, intellektual, zehni fəaliyyəti yüksək olmuş olur və bəzən valideynlər deyir: "Doktor, elə yaxşı əzbərləyir ki, şeiri əzbərləyir, danışır, nağılı necə danışıramsa nöqtə vergülünə qədər danışmış olur." Bəzən valideynlər deyir: "Doktor, elə yaxşı qohumların, tanışların adlarını əzbər bilir ki, hansı meyvənin adını soruşuram, rəngini soruşuram, dərhal deməyə başlayır." Qeyd edərdim ki, bu uşaqlarda qısa müddətli, mexaniki yaddaş güclü olur. Bu uşaqlarda obrazlı, məntiqli yaddaş formalaşmır. Bu uşaqlarda anlama, qavrama, yadda saxlama problemləri olur. Uşağın dərk etməsi zəif olur. Akademik bacarıqları aşağı olur. Məhz buna görə də bu uşaqları intellektual səviyyəsinə görə yüngül, orta ağır, ağır dərəcələrə bölünsə, yüngül dərəcəli intellektual ləngiməsi olan uşaqlar adi uşaqlarla, adi sağlam uşaqlarla eyni parta arxasında əyləşərək təhsil ala bilərlər. Lakin orta və ağır intellektual geriləməsi olan uşaqlar isə bunlar sağlam uşaqlarla eyni sinifdə təhsil almaları autizm uşaqların özləri üçün bir psixoloji travmadır. Çünki bu uşaqlar həmin uşaqlarla eyni sinifdə təhsil alarlarsa, burada keçirilən dərs yükü bu uşaqlarda əksinə intellektual geriləmənin yaranmasına səbəb olar. Bu uşaqlar hər hansısa bir əşyanı göstərmək üçün öz gözləri və hissiyatı ilə deyil, kənar şəxslərin və yaxud da ki, valideynlərinin əlindən tutaraq həmin əşyanın üzərinə qoymaqla göstərmiş olurlar. Bu uşaqlar fiziki təması sevməzlər. Bu uşaqlar valideynləri onu vanna otağında olarkən, çimizdirərkən ona toxunulmasını sevməz. Bu halda valideynlərinə müqavimət göstərərlər. Bu uşaqlar fəsillərdə geyimlərini dəyişməyə meyil göstərməzlər. Ümumiyyətlə geyimlərini tez-tez dəyişdirməyinə qarşı çıxarlar, aqressiya göstərmiş olarlar. Bəzən müayinəmə gələn valideynlər bildirir: "Doktor, çox üzr istəyirik, geyimini dəyişdirə bilmədik." Bu uşaqlarda fəsilə uyğun olaraq geyim geyinməzlər. Müayinəyə qışda, yay geyimində, yayda isə qış geyimində müraciət edərlər. Bu uşaqları müayinə etapında qalın qış ayaqqabısı ilə deyil, tərliklə müşahidə etmiş oluram. Bu uşaqların xüsusi sevdiyi qidalar var. Özünün xüsusi sevdiyi qidalarla qidalanmağa başlayırlar. Özünün xüsusi ağız dadı və tamı olur. Bəzən isə bu uşaqlarda çeynəmə, udma problemləri yaranmış olur. Ona görə də bu valideynlər qida xırdalayıcı vasitələrdən istifadə edərək uşaqları su vasitəsilə uddururlar. Bəzən bu uşaqlarda aqressiyalar müşahidə olunmağa başlayır. Uşaq çox əsəbi və gərgin olur, emosional və impulsiv olur. Özünü dişləyir, ətini didir, qopardır, qanadır və yaxud da ki, ətrafında kimisə dişləyir, saçını yolur. Bu aqressiyalar bəzən isə uşaqlarda davranış pozuntusuna qədər gətirib çıxara bilir. Uşağın diqqəti daim olaraq yayınıq olur. Diqqət desti, diqqət dağınıqlığı formalaşır. Nəticədə uşaq fikrini toplayıb dərs prosesini icra edə bilmir, akademik bacarıqları daha da aşağı düşmüş olur. Və bunun fonunda anlama, qavrama, yadda saxlama, dərk etmə prosesi zəifləyir. Həmçinin uşaqlarda hiperaktivlik müşahidə olunur. Uşaq dərs prosesini pozur, dərsdə əyləşə bilmir.
və yaxud da ki, dərsə getməyən uşaqdırsa, evdə, həmin ortamda daim olaraq hərəkətli olur. Hərəkətlilik fonunda psixopedaqoji təlimlərdə iştirak edə bilmir. Bəzən isə uşaqlar aşırı dərəcədə sakit olur, sanki bir qutu kimi olur. Bəzən valideyn deyir, elə sakit uşaqdır ki, doktor, sanki quzu kimi. Onu da qeyd edim ki, uşaqların bu şəkildə sakit olması belə düzgün hesab edilmir. Bu uşaqlarda stereotipik davranışlar, təkrarlanan hərəkətlər, yəni rituallar müşahidə olunur. Bu uşaqlar başını sallayır, önə arxaya atır başını. Eyni zamanda hər hansısa bir səs-küy olduqda, spesifik bir qıcıq olduqda, siqnal olduqda, maşının siqnalı olduqda, zəngin səsi olduqda, bu zaman əlləri ilə qulağına tutaraq üzlə ifadəsini dəyişir, mimikası gərginləşir, olduğu məkandan qaçmağa çalışır. Eyni zamanda uşaqlar baş aşağı durar, hər bir şeyi əksinə görmək istəyi yaranmış olar. Əllərinə baxar, əlini önə, arxaya çevirərək baxar. Əllərinə baxaraq başını sola doğru və ya da sağa doğru tutaraq, əlinə baxa-baxa otaqda o başa bu başa qaçmağa başlayar. Göstərici və baş barmağını bu istiqamətdə tutaraq bir-birinə yaxınlaşdırar, çırtma çalar. Bəzən isə bu şəkildə burnunun ucuna yaxınlaşdırar, uzaqlaşdırar, yaxınlaşdırar, uzaqlaşdırar və bu hərəkətləri, bu davranışları bir neçə dəfə təkrarlamış olar. Müəyyən bir emosional və həyəcanlı vəziyyətlərdə uşaq həyəcanını kompensasiya etmək məqsədi ilə bu şəkildə qanad çalmağa başlayar. Və yaxud da ki, uşaq önə və arxaya gedər, sağa və sola gedər, yerində fırlanar, səndələyər, barmaq ucunda gəzməyə başlayar. Bu uşaqlarda sosial ünsiyyətin olmamasını müşahidə edirik. Uşaqlarda sosial defisit yaranır. Yəni bu uşaqlar canlı ünsiyyətə girməkdə çətinlik çəkirlər. Bunlar daha çox internet dünyasına, telefona, planşetə maraq göstərərlər. Canlı ünsiyyətdən qaçarlar. Öz məktəb yoldaşları ilə, universitetdə oxuyursa tələbə yoldaşları ilə ünsiyyət qurmazlar. Təkliyə meylli olarlar. Bunlar öz yaşıdları ilə birlikdə ünsiyyət qurmaqda çətinlik çəkərlər. Bu uşaq bağçadadırsa, bağçada belə kənara çəkilər. Sanki öz autistik bir aləmi olar. Öz-özünə danışar, gülər, öz yaşıdları ilə oynaya bilməzlər. Oyunları necə icra edəcəyini anlaya bilməzlər. Bu uşaqlarda eyni zamanda nitq və ünsiyyət problemləri yaranır. Autistik uşaqlar bəzən ümumiyyətlə danışa bilmir, bəziləri isə danışa bilirlər. Nitqdə geriləmə yaranır, nitq ləngiməsi yaranır. Bəzən isə exolaliya olur. Exolaliya qarşısındakının dedikləri sözləri və ifadələri, kəlmələri təkrarlamaqdan ibarətdir. Bəzən isə exopraksiya olur. Qarşısındakının etdiyi davranışları təkrarlayır. Nitq və ünsiyyət problemləri dedikdə, həmçinin uşaq özünə uyğun olanda, öz istəyi çərçivəsində, öz marağı dairəsində danışmağa başlayır. Bəzən isə danışmır. Danışarkən isə qısa və lakonik şəkildə danışmağa meyl göstərir. Bu etapda autizm spektr pozuntusunun reaktiv bağlama pozuntusundan fərqini qeyd edərdim. Bəzən valideynlər deyir, doktor, 2 yaşı var, anlayır, qavrayır, elə yaxşı məni başa düşür ki, dərk eləyir, amma danışa bilmir. Bu reaktiv bağlama pozuntusudur. Bu autizm deyildir. Bu uşaq danışacaqdır. Sadəcə olaraq valideynlərinin müəyyən bir iş vəziyyəti ilə bağlı olaraq uşağı telefon və ya da ki, planşet qarşısına qoyar. Bunun nəticəsində uşaqlarda təfəkkürün və nitqin ləngiməsinə gətirib çıxarar. Bu uşaqlar oyuncaqların detalına fikir verərlər. Əgər oğlan uşağıdırsa, maşınla oynayırsa, maşının təkərinə diqqət yetirər, onu fırladar. Fırladaraq təkərlərini onu izləmiş olar. Qız uşağıdırsa, əgər bu oyuncaq kukla ilə oynayırsa, kuklanın ayaqqabısına diqqət yetirər. Yəni bir sözlə, oyuncaqların detalları ilə maraqlanarlar. Məhz oyuncaqların detalı onların diqqətini çəkər. Bu uşaqlar hər hansısa bir məntiqli, obrazlı oyunları oynaya bilməzlər. Bəzən valideynlər deyər, doktor, axı uşaqları buraxıram əyləncə mərkəzlərində, oyuncaqların, şarların içərisində, axı orada oynaya bilirlər. Əgər oyun prosesinin icra edilməsi o demək deyil ki, bu autizm uşaq deyildir. Bu uşaqlar bir zamanlar bizim oynadığımız qaçdı tutdu, gizlən qaç oyunlarını, necə baş verdiyini, necə icra olunduğunu anlaya bilməzlər. Məntiqli şəkildə orada nəyin baş verdiyini anlaya bilməzlər. Digər bir əlamət kimi fırlanan əşyalara baxmağa meyl göstərərlər. Ventilyatorun barabanına və yaxud da ki, paltoryuyan maşını fırlanırsa, onun barabanına diqqət yetirərlər. Bəzən yaxınlaşarlar, əlləri ilə toxunmaq istəyərlər. Bəzən burunlarını yaxınlaşdırarlar. Həmin nahiyəyə toxunmağa çalışarlar. Bunlar onun üçün xüsusi bir maraq dairəsi təşkil edər. Uşaqlarda həmçinin obsessiv meyillik olur.
Bu uşaqlar özünün xüsusi qidalandığı qidalar olur. Hər hansısa bir qidalara obsessiv şəkildə bağlanır. Yalnız həmin qidalarla qidalanmağa çalışır. İstəyi yalnız həmin qidalar olur. Başqa bir qidalar verdikdə bu zaman udqunmada çətinlik çəkir, ürəyi bulanır, qaytarır, çeynəyə bilmir. Bu şəkildə pozuntular yaranmış olur. Digər bir tərəfdən bu uşaqların özünün xüsusi geyindiyi və sevdiyi geyimlər vardır. Pasiyentimdən örnək gətirim ki, autizmli bir uşağımın valideynini daim olaraq eyni geyimlə bir neçə ölçü alaraq bir neçə il idi ki, artıq həmin geyimləri həmin rəngdə və həmin formada geyindirmiş olurdu. Həmçinin bu uşaqların eyni oyuncağa marağı vardır. Eyni oyuncaqla oynayar, eyni oyuncağa meyl göstərər. Oyuncaq həmin vaxtı qırılarsa və yaxud da ki, itərsə, bunlar həmin uşaq üçün böyük bir faciəyə səbəb olar. Bu uşaqlarda həmçinin gecə öyrəzi müşahidə olunur. Yəni gecə öyrəzi dedikdə biz sidik qaçırma problemləri yaranır. Əgər 5 yaşına qədərdirsə, bu normal hesab olunur. 5 yaşın üzərindədirsə, artıq burada müalicə tətbiq edilməlidir. Müəyyən bir müddətdən sonra bu uşaqlarda yuxu pozuntusu yaranır. Ya ümumiyyətlə yata bilmirlər və yaxud da ki, yuxuya keçdikdən sonra oyanır, narahat olur, yuxu etapında ağlayır, gərgin olur, emosional olur. Uşaq böyüdükcə, müəyyən bir yaşa çatdıqda, artıq yeniyetməlik dövrü olduqda bu uşaqlarda depressiv pozuntu yaranır. Uşaq özünə qapanır, kənardan təcrid olur, otağa keçir, heç kəslə ünsiyyətə girmir. Qonşu qohum gəldikdə onların üzünə çıxmır, salam vermir, ünsiyyətə girmir. Öz qidalarını belə, yeməklərini belə gün ərzində tək başına yeyir. Ümumi məclislərdə, qonaqlıqlarda, toylarda və bayramlarda iştirak etmirlər. Bu uşaqlarda fərqli düşüncə formalaşmış olur. Beyinləri fərqli fəaliyyət göstərir. Qeyri-adi düşüncəyə malik olurlar. Onların beyni fərqli olur. Hər hansısa bir insanın düşündüyü tərzdə düşünmürlər. Bu uşaqların sosial bacarıqları aşağı olur. Bu uşaqlar jestləri, mimikaları başa düşməz. Pasiyentimdən örnək gətirim. Valideyn hər hansısa bir məclisdədir. Bu uşaq dərk edə bilir, lakin uşağına hər hansısa bir hadisə ilə bağlı olaraq dırnaq arası desəm himcim edir. Bu uşaq onu başa düşmür. Valideynin üzünə qayıdır, valideynini pərt edir. Bu uşaqlar zarafatı anlamırlar. Həmçinin bu uşaqlarda incə motor funksiyalar zəif inkişaf edir. Uşaq ayaqqabısının bağını bağlaya bilməz. Kurtkasını geyinərkən zamokunu yuxarı çəkə bilməz. Onları bir-birinə keçirə bilməz. Eyni zamanda düyməsini bağlamaqda belə çətinlik çəkər. Bu uşaqlarda səsə və işığa qarşı belə yüksək həssaslıq müşahidə edilir. Məhz buna görə də bu uşaqlar səs-küylü yerləri sevməzlər. Tək özünə qapanmış vəziyyətdə gününü keçirərlər. Autizm spektr pozuntusu olan uşaqlarda xüsusi pəhrizə və diyetaya ehtiyac yoxdur. Çünki valideynlər bəzən mərkəzlərə müraciət edərək, bəzən həkimlərdən dedikləri bir ifadələri eşidirik. Doktor, müəyyən bir analizlər, təhlillər istədilər və soruşdular ki, bu analizlər və təhlillərin nəticələrinə əsasən həmin mütəxəssislər elə düşünürlər ki, bu uşaqların hansı qidalar düşəcək, hansı qidalar düşməyəcək və buna görə də uşağı pəhriz rejiminə keçirsinlər. Qeyd edərdim ki, çölyak xəstəliyi, yəni bu xəstəlik zamanı orqanizmdə glutenli qidalara qarşı arpa, buğda, çovdardır tərkibi və bu glutenin immun sistem tərəfindən anormal qarşılanması müşahidə olunur və nəticə etibarilə çölyak xəstəliyi olan uşaqlarda mədə-bağırsaq problemləri yaranır. Uşaqda gah qəbizlik və yaxud da ki ishal, yəni diareya müşahidə olunur. Bağırsaqlar sürətli işlənməyə başlayır. Bağırsaqların peristaltikası artır. Bəzən uşaqlarda ürək bulanma, qusma problemləri yaranmış olur. Qeyd etmək istəyərdim ki, bu proses təkcə autizm spektr pozuntusu olan uşaqlarda deyil, digər uşaqlarda da müşahidə oluna bilər. Əgər uşağınızda normal qidalanan zaman diareya, yəni ishal, qəbizlik, ürək bulanma, qusma və yaxud da ki, köp halları yoxdursa, hər hansısa bir dietanın tətbiq olunmasına ehtiyac yoxdur. Əgər müşahidə olunarsa, ağ çörəkdə, peçenyada, makaronda, vermeşildə qeyd olunur. Bu halda artıq bu qidaların istifadəsi azaldılır. Və yaxud da ki, uşağa kazinsiz məhsullarla qidalandırın deyə ifadələr eşidirik. Kazeinin tərkibi süd məhsulları, qatıq, yoğurtda olur. Yəni bunlar belə deyək ki, proteinli bir məhsullardır. Əgər uşağınızda həqiqətən də mədə-bağırsaq problemi yoxdursa, diareyası, ishalı, qəbizliyi, ürək bulanma, qusması yoxdursa, normal şəkildə qidalarla təmin edə bilərsiniz. Çünki valideynlər onsuz da psixoloji travmaya məruz qalmışlar. Bir tərəfdən də ki, diyeta rejiminin, pəhriz rejiminin olması həm maddi tərəfdən valideynlərdə sıxıntı yaranar, həm də psixoloji tərəfdən uşaqların qidalanması ilə bağlı olaraq sarsıntı keçirmiş olarlar. Autizm spektr pozuntusunun müalicəsi necə təyin edilir? Onu qeyd edərdim ki, autizm spektr pozuntusunun müalicəsində ilk növbədə
Qeyd etdiyim kimi 1-1.5 yaşlarında artıq psixopedaqoji təlimlər, məşğələlər keçirilir ki, bu məşğələlərdən alınmış nəticələrə əsasən irəliləyən etaplarda məşğələlər davam etdirilməlidir. Çünki bu məşğələlər fonunda uşağın anlama, qavrama, yadda saxlama, dərk etmə, eyni zamanda uşaqların akademik bacarıqlarının inkişaf etdirilməsi, uşaqların canlı ünsiyyətinin artırılması, dialoqunun daha da sürətlənməsi, sual verdikdə dolğun, düzgün cavabın alınması üçün və yaxud da ki, bu uşaqlarda eyni zamanda digər bir reaksiyaların davamlı olaraq formalaşması üçün müəyyən bir uzun müddət olaraq psixopedaqoji təlimlər davam etdirilməlidir. Uşağın yaşı irəlilədikcə uşaqda diqqət əksikliyi, hiperaktiv pozuntu, davranış pozuntusu, aqressivlik, impulsivlik, emosionallıq, yuxu pozuntusu, depressiv epizod, özünə qapanma kimi hallar müşahidə olunarsa, bu halda artıq farmakoterapiya, yəni dərman müalicəsi istifadə olunur və həkim-psixiatr tərəfindən müalicəyə başlanılır. Xüsusən qeyd edərdim ki, cinsiyyət özəlliklərinə nəzər yetirdikdə qız uşaqları oğlan uşaqları ilə müqayisədə müalicəyə daha asan yatqın olurlar və müalicənin gedişatında qız uşaqlarında daha tez irəliləyiş müşahidə edilir. Sizin psixiatr həkiminiz Doktor Aytən Namazova.